İşğaldan azad olunan ərazilərdə ilk dəfə kənddən şəhərə yeni il yarmarkası açılıb. Xankəndidə təşkil edilən yarmarkada müxtəlif bölgələrdən gələn fermerlər öz məhsullarını sata bilirlər. Qış nağılı adlı yarmarka yeni il və dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində sakinlərin keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarını çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Yerli fermer kimi, əslən özüm Xankəndiliyəm, köçər arıçıyam. Deməli, Zəngilan, İsmailli Zəngilan, Kəlbəcər, Laçın, bir də Xankəndi. Bu ərazilərdə arı saxlayıram. Gördüyünüz kimi bütün o məhsullar burada var. Kəlbəcər balı, Xankəndi balı. Bütün sərgilərdə iştirak edirik. Qiymətləri münasib eləmişik ki, cəmaatımız ala bilsin. Küçəylə keçirdim, heç bazarlıq fikrim yox idi, amma yarmarkanı gördüm. Elə həvəsə gəldim, döndüm, qayıtdım. Yəni, qürur hissidir Xankəndindəyik. Öz məhsullarımız, kənd təsərrüfatı məhsullarımızı, öz istehsalımız, öz əhalimizdən almamız bir başqa hissdir.